Əyləş. Məmmədzadə Nuray. Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Amma müəyyən sözlər və ya söz birləşmələrinin yerindən, durğu işarələrindən asılı olaraq mənası dəyişə bilir. Məsələn, Vətən müharibəsi başlayanda müəllimimiz qaçdı. Məktəbi, ailəsini, işini atıb müharibəyə qaçdı. O sürünürdü. Qələbəyə doğru irəliləyərək səngərlərdə sürünürdü. O qorxurdu. Müharibədən deyil, ateşkəsdən qorxurdu. Biz baş əydik. Onun kimi könüllülərin, qazilərin, şəhidlərin ruhu qarşısında baş əydik. Bu səfər müəllim dərsi düşmənlərə verdi. Biz ağladıq. Kədərdən deyil, sevincdən. Qələbə sevincindən ağladıq. Zəfər günümüz mübarək. Zəfər gününüz mübarək. Zəfər gününüz mübarək.